Xoş gördük dəyərli müştərilərimiz. Yeni bir mənzildən qarşınızdayam. Xırdalanın tam ideallı yerində, ipotekaya tam yararlı, kupçamız əldə. Mənzilimiz satışa çıxdı. A-dan Z-yə qalmaq şərtindən Xırdalanın tam ideallı yeridir. Səbəb də deyim niyə. 28 may gələn sürət qatarının tam yaxınlığıdır. Heydər Parkı, Masazır dairəsinə çıxış üçün, Xırdalan dairəsinə çıxış üçün parkın tam yaxınlığı, tam ideallı yerdə A-dan Z-yə qalmaq şərtindən 15 mərtəbəli binanın 12-ci mərtəbəsində 2 ədəd Sigma lifti, yeraltı qarajı, yeraltı qarajdan birbaşa mənzilə daxil olmaq olar. Çəkiliş elədiyim otaq mənzilimizin qonaq otağıdır. Allah Taala hər kəsə ev qismət eləsin, olmayan hər bir Azərbaycan vətəndaşına ev qismət eləsin. Tezliklə mənzilimizin qonaq otağı istilik sistemi kombidir. Orta mənzildə küncə düşmür bu mənzil. Polu, dəyərli müştərilər, bambuk parketlərdən gedir. Kupçamızı da göstərdim. Gəl kupça kvadratında göstər. Deməli, haradaydı? 60.1 də kupçasındadır. Çöldən çölədə 66 kvadratdır. Mənzilimizin yataq otağı, yataq dəsti qalmaq şərtindən hamısı qalır. Kondisioneri var. Ondan sonra bu kompleks çox gözəl bir kompleksdir. Yaşamaq üçün ideallıdır, yer üçündə çox ideallı bir yerdə yerləşir. Gəl bərəz qardaşım, dəhliz hissəmizdən sizə tanış edim dəhlizdə. Deməli, paltar şkafı, ayaqqabı üçün belə bir şkafı. Sağda hamam sanuzelinə sizə tanış edim. Duş kabininə qədər hamısı var, dəyərli müştərilərimiz. Gəl bərəz qardaşım. Və mətbəx hissəsindən mətbəx mebelimiz, stolumuz. Deməli, eyvan hissəsi, eyvanımız da belə cam balqondan. Bu şey gedirdi, də adı neydi bunun? Cam balqondur, şey də deyirdilər ya da nəsə. Cam balqon. Şey ağlam getdi, üzrü sayın. Deməli, dəyərli müştərilərimiz, kupçamız əldədir, ipotekaya tam yararlıdır. Allah Taala hər kəsə ev qismət eləsin, olmayan hər bir Azərbaycan vətəndaşına tezliklə ev qismət eləsin, 128.000. Deməli, starfa qiymətli, real müştəriyə təbii ki, telefonda xahiş edirəm. Valla çox gəlir, anla valla çox gəlir o şeydə. Üzrü sayın, telefonda deyilə son qiymət. Qardaş, gəl bax, xoşun gəlir, ev niyəsini çağıracaq, oturacaq, üzbər söhbət edib, son qiymətli ev sahibi özü deyəcək. Bugünlük bu qədər, sağ olun, var olun.